Hər zaman müştərilərimizə tövsiyə etdiyimiz torpaq 50 sot xüsusi mülkiyyət yaşayış məntəqələrinin çıxarışı ilə köhnə kişilər üçün deyirəm, qubçası ilə olan torpaq. Bu o deməkdir ki, istənilən asan xidmətdə alqı-satqımızı tam rahat eləyəcəyik. Əziz dostlarım, evin layihəsini çəkdirəndən sonra istədiyiniz ölçüdə, istədiyiniz cür mənzil, ev inşa eləyə biləcəksiniz Allahın köməkliyi ilə. Əziz dostlar, torpağımız 50 sotdur. Bir daha qeyd edirəm, sənədləri xüsusi mülkiyyət yaşayış məntəqəsidir. Hər iki tərəfi yol keçir. Əziz dostlar, işığı, qazı, texniki suyu hər biri var. Demək dostlar, burada bizim ambarımız var. 700 kvadrat, 9 sotun içində. Bunu biz ayrıca da verə bilirik. Yəni burada diqqətlə qulaq assanız, bir neçə cür kateqoriya böləcəyik satışlarımızı sizə tanış eləyim. Demək, 9 sot 700 kvadratlıq belə bir ambarımız var. Yəni, kimə lazım olsa, daha böyük ölçüdə götürə bilər. Yəni, 9 sotda 700 kvadrat təklif edirik 128 min manata. Amma təbii ki, adam 9 sot yox, 10 sot, 12 sot, 13 sot kimi torpaq götürsə, torpağın sotun 6 mindən əlavə edəcəyik. Belə bir bağ evimiz var. Çəkib içində göstərəcəm. Ehtiyat su ambarı varımızdır. Çimmək üçün də istifadə eləmək olar. Ev qubçalıdır, yəni çıxarışlıdır, torpaqdan əlavə olaraq 54 kvadratdır. 4 sotun içində 70 min manata təklif edirik müştərilərə. Əziz dostlar, əlavə olaraq torpaqlarımız var. Burada hər ölçüdə verə bilərik. Demək, 10-25-ə verə bilərik, 2 sot yarım eləyir. 12-25-ə verə bilərik, 3 sot eləyir. 14-25-ə verə bilərik, 3 sot yarım eləyir. 16-25-ə 4 sot, 18-25-ə 4 sot yarım. 20-25-ə 5 sot kimi də torpaqları sizə təqdim etmək olar. Torpaqlarımızın qiyməti 6000 manat deyilir. Şəxsən sahibi tərəfindən yerində indirim olacaq. Təqdim etdiyim evimizin içi bağ evi üslubunda tikilmiş belə bir evdir. Yüngülvari təmir eləyib yaşamaq mümkündür. Belə deyək, 4 sotun içindədir. 4 sotun biz bu evə 70 min deyirik. Ancaq əlavə, yəni nəzərdə çatdırıram, əlavə torpaq istəsə kimsə 5 sotun içində, 6 sotun içində, 10 sotun içində əlavə torpaq da vermək mümkündür. Çünki torpağımız, bir daha qeyd edirəm, 50 sotun içindədir. Xüsusi mülkiyyət yaşayış məntəqəsinin çıxarışı ilədir. Ona görə torpağımız bugün çıxıb satışa, hələ ki bölgü olmayıb, yəni satış olmayıb. Ona görə də istənilən ölçüdə gələn ilk müştərilərə təqdim edə biləcəyik. Əlavə həyatın axırında görürsünüz, belə bir evimiz də var. Bir otaq, sanitar qovşaq var. O hissələrini torpaq götürənə həmən tikintini hesablayıb pul kimi deyəcəyik, əziz dostlar. Keçək ambarın içi ilə sizi tanış edeyim. Ambar deyək, ferma deyək, kim necə istəsə burada da istifadə eləyə bilər. 3 hissəyə bölünüb 700 kvadrat qeyd etdim bayaqlarını sizə. Yer betondur, görürsünüz dəmirlərdən istifadə olunub, orta ayrılıb 3 hissəyə, 2 hissə göstərilir, bir hissə də sol tərəfimizdə var. Kimə maraqlı olsa, ofisimiz yerləşir Türkiyənin Aqroprom bağlarında, 16-cı dalanda, gün ərzində ofisin nümayəndələri buradadır, Haçar bizdə var, yaxınlaşın, torpaq istəyənə torpaq kimi, ferma istəyənə ferma kimi, ev istəyənə ev kimi təqdim edək, əziz dostlar. Hər birinizin yolunu gözləyirik bu yatırım üçün. Opşi götürən olsa, 50 sotlu ferma, ev, qarışıq götürən olsa 390 min deyilir. Təbii ki, yerində sahibi tərəfindən endirim olunacaqdır. Hər birinizin yolunu gözləyirəm. Allah sizləri var eləsin, Allah sizləri qorusun. Gözəl əmlak sahibi ilə qarşı-qarşıya gəlin, əmlakı danışın, Allahın izni ilə alın. Bu möhtəşəm günü-gündən inkişaf olan Türkan bağlarında öz istədiyiniz evi tikin. Təxminən dənizdən 1,5 km məsafədə. Təşəkkür edərim bizə.